bütün bu hadisələrin nəticəsində Cənubi Qafqazda vəziyyət necə dəyişəcək? Bütün bu istiqamətləri siyasi şərhçi Orxan Vəliyevlə danışacağıq. Orxan bəy, hər vaxtınız xeyir olsun. Salamlayırıq sizi, xoş gördük. Təşəkkür ederim, sağ olun. Orxan bəy, artıq xəbərləri təqdim etdik, hansı istiqamətlərdə danışacağımızın anonsunu da verdik və Azərbaycan vasitəsilə yenə də Ermənistana məhsullar göndəriləcəyini vurğuladıq. Bu artıq Azərbaycan mediası üçün ənənəvi bir xəbərə çevrilib. Demək olar ki, mütəmadi olaraq bu informasiyaları təqdim edirik və Ermənistan tərəfinin verdiyi açıqlamalarda da qeyd olunur ki, tezliklə Azərbaycana da hansısa məhsullar gətiriləcək, göndəriləcək Ermənistandan və Azərbaycanın bugün Ermənistandan hansı məhsulları ixal etməyə ehtiyacı var və yaxud da deyək ki, qarşılıqlı olması üçün belə bir jest, belə bir addım atılacaq deyə düşünürsünüz? Bəli, bunlar artıq normal bir hal almağa başlayır. Çünki biz avqust ayındayıq, Vaşinqton sammitinin bir ilini artıq arxada qoyduq. Beləliklə, Cənab Prezident xatırlayıram, Vaşinqton sammitinin 6-cı ay tamam olanda beynəlxalq tədbirlərin birisində artıq biz 6 aydır ki, de facto sülh şəraitində yaşayırıq demişdi. Artıq bu bir ilə arxada qoymuş olduq. Beləliklə, istər deyək ki, qarşılıqlı nümayəndələrin Ermənistan və Azərbaycanla görüşməsi, ondan sonra Azərbaycan vasitəsilə Ermənistana malların ötürülməsi, Azərbaycandan qeyd etdiyiniz kimi yanacaq məhsullarının ötürülməsi bu artıq normal hal alınıb və normal hal alması da sülhün daha da yaxınlaşmamızı gətirib çıxarır. Çünki qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və dərinləşməsi bu sülhü də yaxınlaşdırır. Çünki beləliklə hər iki ölkənin cəmiyyəti də birini sosial və iqtisadi baxımdan tanımağa başlayır. Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi əslində bu çox da əhəmiyyətli deyil, amma əsas məsələ odur ki, Azərbaycanın Ermənistandan bir ithal prosesi başlaması da simvolik bir xarakter daşıyacaq, amma prosesə bir töhfəsi olacaq. Burada əsas məsələ həm deyək ki, zəfər qazanmış, həm də regionun əsas aparıcı demografik baxımdan, iqtisadi baxımdan əsas ölkəsi olan Azərbaycanın buradakı mövqeyi bu prosesi başlatdı. Xatırlayacağınız kimi əvvəlcə 3-cü ölkədən Ermənistana mal transferinə icazə verdi. Sonra isə deməli, yanacaq məhsullarının götürülməsinə icazə verdi ki, Paşinyan bunu öz çıxışlarında bir neçə dəfə qeyd etmişdi. Yəni ki, məsəl üçün sadə olaraq. Çünki sadə vətəndaş üçün Ermənistanda yanacaq məhsullarının qiymət fərqinin məsələsini qeyd etmişdi. O baxımdan düşünürəm ki, nə ithal olması əhəmiyyətli deyil, amma orada bir malın ithal olunması simvolik bir, deyək ki, əhəmiyyət daşıyacaqdır. Orxan bəy, biz az öncə bir xəbərdə təqdim etdik ki, Paşinyana revanşist mövqedən çıxış edən şəxslərlə bağlı məhkəmələrdə bəzən Paşinyanın əleyhinə qərarlar çıxarılır. Əgər belə ifadə eləmək doğrudursa, yəni məhkəmə öz qərarını çıxarır, amma mediadan bu prosesləri izləyəndə Paşinyanın əleyhinə qərarlar olduğunu deyə bilərik. Bütün hallarda məhkəmə əlbəttə ki, azad olmalıdır, hakimiyyətə tabe olmamalıdır. Bu da ayrı bir məsələdir. Və Paşinyanın tənqidçisi revanşist olan Çalabyanla bağlı xəbəri vurğuladıq. Bu yöndə danışsaq, biz seçkidən sonra Ermənistanda əslində proseslərin tamamilə fərqli yönə gedəcəyini proqnoz edirdi. Bir sıra ekspertlər belə söylüyürlər, amma hələ də o çox gərgin bir dönəm başlamayıb. Daha sonra dedilər ki, revanşistlər, müxalif nümayəndələr parlamentdə bu mübarizəni aparacaqlar, amma küçə mübarizəsini görmədik, biz çox ciddi etirazlar görmədik. Revanşistlərin hazırda hansı planları var, yoxsa artıq Paşinyan onların qismən əlini qolunu bağlamış görünür, məhkəmə nə qərar verir, versin? Bilirsiniz, müzakirələrin parlamentə gəlməsi əslində çox da bir problemli məsələdir. Amerikalı politolog Fərid Zəkəryan kitablarının birisində yazır ki, müasir parlamentlərdə adamlar toplaşırlar, kim çoxluq təşkil edirsə, sonda onun dedikləri olur və sonra normal şəkildə hər kəs buna itaət edərək ayrılır. Yəni, əslində, bu revanşistlərin parlamentdə müzakirələr aparması bu yaxşı bir haldır, müsbət bir haldır Ermənistan baxımından və Paşinyan iqtidarı baxımından. Revanşistlərin Paşinyana zərər məsələsinə gəldikdə isə, ötən arxada qoyduğumuz 5 il ərzində müəyyən təhdidlər, təhlükələr, narahatlıqlar var idi. Lakin seçkilər məncə burada bir kilit nöqtədir. Çünki seçkilərdə Paşinyanın bütün deyək ki, çətinliklərə baxmayaraq öz istədiyinə nail olması və seçkidən qələbə ilə çıxması bunu deməyə əsas verir ki, Paşinyanın keçmişlə müqayisədə deməli, bir ciddi bir təhdidlə qarşılaşması sual altındadır. Çünki revanşistlərin sosial-iqtisadi dayaqları möhkəm olmalıdır ki, bu deyək ki, prosesi davam etdirə bilsinlər. Digər tərəfdən, revanşistlərin daxildən əgər sosial-iqtisadi deyək ki, bazası zəiflədir, o zaman bunun kənardan bir dəstək olmalıdır.
hardan ola bilər? Məsəl üçün, səsli düşünürəm Rusiyanın Ukraynadakı məsələləri kənara qoyub Ermənistanda bu məsələlərlə məşğul olacağı sual işarəsidir. Digər tərəfdən... Əslində, Orxan bəy, axı Ukraynadakı məsələlər irəliləsə belə, orada gərginlik olsa belə, Rusiya Ermənistan məsələsini heç vaxt kənara qoymur tam olaraq. Yəni, şübhəsiz, amma mən düşünmürəm ki, xatırlayıram, bir neçə il əvvəl yenə bu stüdyoda müzakirə etdiyimiz kimi, artıq 2-ci Qarabağ müharibəsi Gülüstan, Türkmənçay 1923 və 1-ci Qarabağ müharibəsinin işğal faktorunu ortadan qaldırıb. Və bu nə deməkdir? Məsəl üçün, Türkiyə buradadır. Türk Dövlətlər Təşkilatının qurucu ölkəsi kimi, NATO üzvü kimi. Vaşinqton sammiti bağlanıbdır. TRIP layihəsi fəaliyyətdədir. May ayında Cənab Prezidentin də onlayn olaraq qoşulduğu İrəvanda bir Avropa zirvəsi baş tutdu. Beləliklə, artıq Rusiyanın tək başına dominantlığının varmı? Əslində bir sual işarətidir. O baxımdan nəzərdə tuturam ki, yəni 90-cı illərin sonundakı Ermənistana qayıtmaq çox da mümkün deyil. Əslində, Paşinyan istəsə belə geri qayıtmaq artıq mümkün deyil. Çünki daha fərqli deyək ki, məsələlər var orada. Yəni ki, ən azından TRIP layihəsi var ki, bu hər iki lider də Vaşinqtonda Cənab Prezident qeyd etmişdi ki, burada bir jurnalistin sualı əsasında ki, verilən sözlər ən azından Azərbaycan tərəfindən geriyə qayıtılmayacaqdır. O baxımdan nəzərdə tuturam ki, bu çox da çətin olacaqdır. Amma hər halda təbii ki, revanşistlər var və olmağa davam edəcək. Amma bunun parlamentdə olması eyni zamanda sülh prosesi üçün də bir deyək ki, işıq kimi dəyərləndirilə bilər. Çünki oradakı ən önəmli əngəl, maneə sülh prosesi üçün revanşistlərin gücü idi. Sosial və iqtisadi dayanağı idi ki, hansı ki, bu artıq zəifləməyə doğru gedir. Orxan bəy, biz Ermənistan və Rusiya əlaqələri ilə bağlı qısa şəkildə toxunduq, amma düşünürəm ki, bu məsələ hazırda ən aktual mövzulardan biridir. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan münasibətləri baxımından. Əvvəlcə başlayaq Ermənistan-Rusiya münasibətlərindən, çünki artıq dedik ki, səfirin geri çağırılması ilə bağlı xəbərlər var və Raparak nəşri yazır ki, bundan səfir qəzəblənib, çünki Rusiya elitasından çox yaxşı münasibətlərin olduğunu düşünür, amma bəzən bu bir də xain obrazına salmağa da gətirib çıxara bilir. Bu baxımdan ki, o qədər Rusiya tərəfindən danışır ki, bəzən Ermənistan hakimiyyətini o qədər tənqid edir ki, Arsenyan artıq hakimiyyət ondan narazı qalır. Düşünür ki, bu artıq Rusiyaya çalışır və yaxud da daha çox Rusiya yönümlü mövqedən çıxış edir. Onu geri çağırmaq lazımdır. Amma pərdələmə ümumən bu şəkildədir ki, daha peşəkar bir diplomat Rusiya-Ermənistan münasibətlərinin yönləndirilməsində iştirak eləməlidir. Sizin fikrinizcə, bugün Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən də Arsenyanı geri çağırmaq niyyətindədirsə, o zaman bu Rusiya-Ermənistan münasibətlərindəki təhlükə səbəbindəndir, yoxsa Arsenyanın əksinə daha çox Rusiya yönümlü danışması səbəbindən? Bilirsiniz, bu məsələnin icazən də tarixi biraz 90-cı illərdə getmək lazımdır. Hər iki ölkə müstəqilliyini qazandıqda, bərpa etdikdən sonra Azərbaycandan fərqli olaraq Ermənistan münasibətlərini daha çox asılılıq çərçivəsində qurdu. Və 2020-ci il və 2023-cü il tarixləri isə yeni bir status quo yaratdı regionda. Və beləliklə İrəvanla Moskvanın sürtüşməsi qaçılmazdır. Və təbii ki, görünür ki, kənardan bizim müşahidəmiz onu deməyə əsas verir ki, İrəvan hökuməti bir çıxış yol axtarır. Çünki sülhün bərəkətli olduğunu artıq gördü. Yəni ki, iqtisadi baxımdan, siyasi baxımdan Vaşinqtonda da daha yüksək səviyyədə bunu gördü. Və buradan bir çıxış yol axtarır. Məsəl üçün, maydakı zirvəyə buna baxmaq olar, Türkiyə ilə Azərbaycanla yaxınlaşmağa çalışması buradan baxmaq olar və bütün bu yaşanan gərginliklər əslində buradan qaynaqlanır. Çünki münasibətlər başlanğıcdan bəri Azərbaycandan fərqli olaraq asılılıq çərçivəsində qurulduğuna görə indi oradan çıxmaq İrəvan üçün bir çətinlik yaradır və bütün bu qeyd etdiyiniz səfir və sair məsələlər də hamısı bunun çərçivəsində dəyərləndirilə bilər. Orxan bəy, biz bir tərəfdən Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən danışırıq, amma Rusiya-Azərbaycan əlaqələrindəki gərginlik cəmiyyətimizi daha çox narahat eləyir. Çünki Rusiyada işləyən, çalışan kifayət qədər Azərbaycanlılar var. Onlarla bağlı müəyyən təzyiqlərin olduğunu da izləyirik və əlbəttə ki, müxtəlif fərqli ittihamlarla onları sıxışdırmağa çalışırlar, amma nəticə etibarilə bunun kökündə Rusiya-Azərbaycan gərginliyinin dayandığını da bəlkə də sıravi vətəndaş da çox aydın şəkildə bilir. Rusiya-Azərbaycan əlaqələrində son vaxtlarda daha çox ziqzaqvari biz hərəkətlər görürük. Yəni, zaman-zaman yumşalmalar olur, diplomatik kanalların açıq olduğunu da bilirik, müzakirə üçün imkanlar da var, amma tam düzəlmir. Yəni, Rusiya-Azərbaycan əlaqələrini biz elə Rusiya mediasından izləyəndə asanlıqla görə bilirik. Rusiya mediası davamlı olaraq anti-Azərbaycan mövqeyindən çıxış eləyir, Azərbaycanı təhlükə adlandırır və Türkiyə ilə daimi şəkildə birgə olmasını tənqid edir
edir və Rusiyaya qarşı sanki bir mövqe tutmuş ölkə kimi dəyərləndirir. Rusiya telekanalları aspektindən baxanda biz Rusiya hökuməti biraz kənarda dayansa belə, Rusiya mediasında danışdıran hökumətin olduğunu diqqətə saxlasaq, əslində Rusiya-Azərbaycan əlaqələrində hazırda hansı daha ciddi problemlər var? Əvvəla, icazənizlə Türkiyənin münasibətlərinin artmasının təhdid kimi dəyərləndirilməsindən başlayayım icazənizlə. Cənab Prezident xatırlayacağınız üzrə andışmədə Türk dünyasından bağlı bir ifadə işlətmişdi bizim ailəmiz məsələsi. Digər tərəfdən, çünki Türkiyə ilə münasibətlərin zərurətinin anlaşılmasını istəyirəm. Digər tərəfdən, ötən il Prezident Ərdoğan TRT forumunun açılışında bir ifadə işlətmişdi ki, artıq dövlətlər öz sərhədlərində həbs ola bilməzlər. Çünki fürsətlərlə bərabər təhlükələr də artıq o qədər sərhədlər aşıb ki, və dövlətlərin regional əməkdaşlıqları qaçılmaz olmuşdur. Bu baxımdan Türk Dövlətlər Təşkilatına və Cənab Prezidentin Türk dünyasına bağlı andışmədə parlamentdə işlətdiyi ifadəyə başa düşmək lazımdır və buradan da istər-istəməz Türkiyə ilə Şuşa bəyannaməsi çərçivəsində və digər kontekstlərdəki əlaqələrin artması qaçılmazdır. Çünki Azərbaycan dövləti müstəqil və suveren bir dövlətdir. Öz milli maraqlarından hərəkət etməlidir ki, belə deyilir. 35 illik müstəqillik tarixinə baxdığımızda bunu görmək mümkündür. Çünki həm Heydər Əliyevin, həm İlham Əliyevin eyni müxtəlif platformalar tarixlərdə oxşar ifadələri var ki, Azərbaycan müstəqil olmalıdır. Başqa çıxış yolu yoxdur. Digər tərəfdən, Rusiya ilə münasibətlər də həmçinin dəyişdirilməsi qaçılmaz idi. Lakin Azərbaycan xarici siyasətinin 35 illik baxdığımız zaman o balansı qoruduğunu və eyni zamanda bütün gərginliklərə baxmayaraq İran keysində də bu yaşanmışdı. Səfirliyimizə olan hücumu xatırlayın. Diplomatik qapını hər daim açıq qoyur. Lakin bir şərtin öz milli və suveren maraqları çərçivəsində ki, normal dövlətlər də zaten bu şəkildə. Məsələ sadəcə Rusiya cəmiyyətində, Rusiya intelligensiyasında və ya Rusiya deyək ki, mətbuatında Azərbaycana qarşı Sovet yanaşmasının ortadan qalxması məsələ o paradigmanı. Çünki Azərbaycan onu qəbul etməyəcək. Çünki yəni öz əyaləti kimi təqribi ifadə eləsə, görmək mövqeyi artıq geridə qalır. O artıq mümkün deyil. Çünki Azərbaycanın deyək ki, siyasi nüfuzu, iqtisadi əlaqələri artıq regionu da aşmış vəziyyətdədir. Yəni bir çox Şuşa bəyannaməsi, Vaşinqton deyək ki, sammiti zirvəsi, Türk Dövlətlər Təşkilatının yaradılması və o təşkilatın yaradılmasında Türkiyə ilə bərabər aparıcı ölkə olması, ötən günlərdə Cənab Prezidentin Özbəkistan səfəri və oradakı iqtisadi fəaliyyətlər və s. Bütün bunları düşündüyümüz zaman Cənab Prezidentin və Prezident Ərdoğanın Türk Dövlətlər Təşkilatının yaradıldığı 2021-ci ildə ifadə etdikləri kimi bu fəaliyyətlər hər hansı bir dövlətlər üçün təhdid deyil. İqtisadi maraqların, fəaliyyətlərin dərinləşdirilməsi və eyni zamanda öz təhlükəsizliklərinin qorunması məsələsidir. Bu baxımdan Rusiyadan Azərbaycana qarşı o əyalət prinsipindən baxması məsələsi dəyişmək məcburiyyətindədir. Başqa cür bu münasibətlərin və yaxud da zigzaqlar davam edəcəkdir. Orxan bəy, biz Rusiya-Azərbaycan əlaqələrindən danışırıq, amma məsələnin bir tərəfində də Türkiyə var. Bu baxımdan qeyd edirəm ki, Cənubi Qafqazda son illərdə Türkiyənin də mövqeyi artır. Azərbaycanla əlaqələr müstəvisində də yanaşsaq və Rusiya bir də son günlərdə Türkiyənin mövqeyindən bir baxımdan narazıdır ki, deyir Rusiya-Ukrayna müharibəsi məsələsində Türkiyə daha çox Ukrayna tərəfindən çıxış eləyir və bilirik ki, bir çox ölkələr Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Türkiyədə daxil. Amma Rusiya düşünür ki, Qara dənizlə bağlı Türkiyənin mövqeyi onu qane etmir. Ümumiyyətlə, Ukrayna məsələsində daha çox Ukrayna pərəst mövqeydən çıxış eləyir və biz Cənubi Qafqazdakı ümumi mənzərədən danışırıq. Bir tərəfdən də Rusiya və Türkiyə arasında gərginlik artır. Rusiya-Türkiyə gərginliyin artması region üçün müəyyən təhlükələr yaratmaya bilməz. Bizim üçün də hər ikisinin daha sabit münasibətə sahib olması vacibdir. Amma bu məsələdə əgər təhlil aparsaq, Rusiya-Türkiyə münasibətindəki bu açıq qalan dialoq qapısı nə dərəcədə effektiv olacaq? Bilirsiniz, keçmişə də indiki təbii ki, proseslərlə bağlı məlumatlarımız dəqiq yoxdur. Ona görə güman xarakterli olur bizim şərhlərimiz. Lakin keçmişə dair bəzi deyək ki, açıq mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən onu demək olar ki, Rusiya dövləti, Rusiya bürokratiyası Türkiyənin nə dərəcədə etibarlı bir tərəfdaş olduğunu bilir və bunu da dəyərləndirir. Bir neçə bununla bağlı keçmişdən son 20 ildəki deyək ki, arxivlə bağlı açıq mənbələrdəki oxuduqlarımız bizə bunu deməyə əsas verir. Bəlkə də ona görə Lavrov və Zaxarovanın ritorikası da biraz yumşaqdır. Çünki bilirlər ki, Türkiyənin verdikləri sözə bağlılığını və sədaqətini bilirlər. Digər tərəfdən Ukrayna məsələsinə gəldikdə isə bəli, qeyd etdiyiniz kimi həm Azərbaycan, həm Türkiyə
Ukraynanın ərazi beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü tanıyır. Lakin bundan əlavə arxada qoyduğumuz 5 il ərzində qətiyyətlə bu hərbi şəkildə bu prosesə müdaxilə olmadılar. Ancaq humanitar yardımın göstərilməsindən də geri durmadılar ki, bu məncə də son dərəcə anlaşılandır. Lakin Rusiyanın zəifləyən bəlkə də mövqeyi Ukraynada Moskvadan bəlkə də nisbətən daha sərt dəyərləndirmələrin ortaya çıxması səbəb ola bilər. Lakin hər iki ölkə düşünürəm ki, qarşılıqlı olaraq çünki Türkiyə bütün çətinliklərə baxmayaraq Rusiya ilə olan iqtisadi münasibətlərini qətiyyən bağlamadı. Diplomatik əlaqələrini kəsmədi. Bəlkə də bu Türkiyəyə böyük iqtisadi və diplomatik üstünlüklər gətirə bilərdi. Amma halbuki bunu bağlamadı. Çünki Türkiyə dərin bir bürokratik yaddaşı, hafizəsi olan bir dövlətdir. O baxımdan bunu bağlamadı. Yəni ona görə düşünmürəm ki, təbii ki, bu qeyd etdiyim kimi hazırki prosesdəki qapılar arxasındakı müzakirələri bilmirik. Lakin keçmiş bizə bunu deməyə əsas verir ki, Rusiya dövləti və bürokratiyası, hökuməti Türkiyənin ciddi bir tərəfdaş olduğunu dəyərləndirir. Son olaraq istəyərdim ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinə də toxunaq. 2 dəqiqə təqribən zamanımız qalıb və bu əsnada əgər Türkiyənin başı bir də İsraillə bağlı problemlərə qarışsa, o zaman bu cəbhədə vəziyyət necə olacaq? Yəni Cənubi Qafqazdan da diqqəti yayılmış olur. Əvvəla onu qeyd edim ki, Türkiyə ilə bağlı rəhmətlik professor İlber Ortaylı çıxışlarının birisində qeyd etmişdir ki, Türkiyənin arxasında 300 milyonluq Türk dünyası var. Bu məncə və Türk Dövlətlər Təşkilatının da hazırki vəziyyətini nəzərə alanda Şuşa bəyannaməsi və s. belə. Ona görə mən burada ciddi bir təhlükə görmürəm bu öz yerində. Digər tərəfdən son hadisələr çərçivəsində bəli yenə bu Türkiyə dövlətinin və Türkiyə hərbi bürokratiyasının peşəkarlığını göstərir. Çünki yaxınlıqda baş verən bir hücuma baxmayaraq Türkiyənin hava qüvvələri və ordusu bu müdaxiləni dəyərləndirib və bütün o peşəkarlığı gecə boyu dəyərləndirmə əsasında ondan imtina edilibdir. Və nəticə itibarilə yaşanan proses bizə onu göstərdi ki, əslində doğru da qərar veriblər. Yəni birbaşa çünki bu müdaxilənin baş verməsi anlaşılandır bəlkə. Çünki nəzərə almaq lazımdır ki, Suriyada baş verən hadisələr Türkiyə olmadan formalaşması, şəkillənməsi mümkün deyil. Orxan bəy, təşəkkür edirik sizə. Minnətdarlıq sözlərimizə gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə.